Salam əziz izləyicilər. Bu gün hədəf kurslarına aid olan hidrogen oksigen su bölməsinə aid sual izahlarını sizinlə paylaşırıq. Başlayaq sualların izahına. Deməli, birinci suala baxaq. Hansı metal hidrogenli reaksiyaya daxil olmur? Deməli, biz bilirik ki, aktiv metallar və maqnezium qızdırdıqda hidrogenli reaksiyaya daxil olurdu. Berilyum reaksiyaya daxil olmur. Yəni, aktiv metallar və maqneziumdan başqa digər metallar hidrogenli reaksiyaya daxil olmurlar. Cavabımız Y variantı eləyir. İkinci sualımıza baxırıq. Deuterium, tritium üçün oxşar və fərqli əlamətləri istəyir. Deuterium 2, kütləsi 2, sıra nömrəsi D-dir. Tritiumun kütləsi 3-dür, sıra nömrəsi 1-dir. Yəni, bunlar izotopdur, hidrogen izotopudur. İzotop da o deməkdir ki, proton sayı eyni olsun, kütlələr fərqli olsun. Baxırıq. Proton sayı 1-dir. Bəli, ikisində də proton sayı 1 olduğundan A ortaya gedir. Neutron sayı 2-dir, tritiuma aiddir, 3-dir. Nisbi atom kütləsi 3-dür, bu da tritiuma aiddir. 3-dir. Nisbi atom kütləsi 2-dir, deuteriuma aiddir. Gedir birincisinə. Hidrogen izotopudur, bəli, ikisi də hidrogenin izotopudur. Cavabımız da eləyir C-bəndi. Keçək növbəti sualımıza. Deməli, burada oksigendən ozonun alınması verilmişdir. Görürük ki, buradan 48 qram oksigenin 1,5 mol olduğunu bilirik. Sadə rəqəmlərə çeviririk. Deməli, 3 mol oksigendən 2 mol ozon alınır. 1,5 mol oksigendən nə qədər ozon alınacaq bilirik ki, 1 mol alınır. Cavab da bəndə edir. Keçək növbəti sualımıza. Guruldayıcı qazın tərkibində hansı qazlar olur? Guruldayıcı qazın tərkibi 2 mol hidrogen və 1 mol oksigendən təşkil olunub. Cavabımız da C-bənd eləyir. Sənayedə oksigeni nədən alırlar? Cavabımız B variantıdır. Digər üsullar, deməli, oksigen laboratoriyada alınması üsullarıdır. Sonra, hansı reaksiyadan hidrogen alınmır? Birincisindən hidrogen alınır. İkincisindən də alınır. Üstdən də alınır. Y variantından da alınır, amma D variantında alınmır. Çünki nitrat turşusunun durusu olsun, qatısı olsun, yəni digər duru turşulardan fərqli olaraq nitrat turşusunun durusu, yəni elementlərlə metallar reaksiyasından hidrogen çıxartmır. 7-ci sualımız. Su üçün hansı ifadə doğrudur? Suyun valent bucağı 107,3 dərəcədir. Səhvdir. Suyun bucağı 104,5 dərəcədir. Bu səhvdir. Neftlə eyni cinsli qarışıq əmələ gətirir. Baxaq, səhvdir. Deməli, bərk maye qaz çevrilməsi zamanı sıxlıq azalır. Xeyr, bərk yox, maye, bərk və qaz ardıcıllığında sıxlıq azalır. Oksigen S3 birləşmə halındadır. Bəli, 1 molunda 24,8 vur 10^20 sayda atom var. Xeyr, 1 molunda 3 dənə atom olduğuna görə 3 Na qədər atom var. O səhvdir. Sonra keçirik 8-ci sualımıza. Guruldayıcı qaz qarışığının həcmini bizə verib. Guruldayıcı qazımız dedik 2 mol hidrogendən və 1 mol oksigendən təşkil olunduğuna görə biz hidrogen 2 mol hidrogen və 1 mol oksigen olduğuna görə yazıram. 2x plus x bərabərdir 134,4. Buradan da x-i tapıram ki, 44,8 nədir? Litrdir. Yəni, reaksiyamızı buradan yazım. Deməli, 2 hidrogen plus oksigen. 2 dənə 2 mol su alınır. 2 mol su alındığına görə görürəm ki, 2 mol hidrogenlə 1 mol oksigen reaksiyaya girib 2 mol su alınıb və buradan da x-imiz nəyi bildirir? Yəni 44,8 litr 2 mol bildirir. Yəni 2 mol hidrogenlə 1 mol oksigen girir və 2 mol su əmələ gətirir. Əgər 2 molumuz oksigendirsə, deməli bu 4 moldur. Bu da nə qeyd edəcək? 4 mol su əmələ gələcək. 4 molda su eləyir 72 qram. Keçirik növbəti sualımıza. Deməli, oksigenin oksidaşma dərəcəsi, bəli, hər ikisində oksigen -2-dir. Bu düzdür. Hidrogenin oksidaşma dərəcəsi, bəli, hər ikisində hidrogen müsbət 1-dir. Oksigenin valentli, xeyr. Oksigen burada 2 valentlidir. Burada isə neçə valentli? Burada 2-dir. Burada isə 3 valentlidir. İstisnamız vardı. Sonra keçirik. Yəni, bu da düzdür. Yox, ümumi istəyir bizdən. Bu səhvdir. 1-2 olacaq. Bəndi. 10-cu sualda bu reaksiyada X maddəsi hidrogendir. Hidrogen üçün bizə deyir ki, ümumi olanı,
Yəni doğru olanı müəyyən edək. Altrupik şəkil dəyişmə əmələ gətirir səhvdir. Havanın tərkibinə daxildir səhvdir. Ən yüngül qazdır, bəli, düzdür. Maksimum oksidaşma dərəcəsi müsbət 2-dir, səhvdir. Maksimum oksidaşma dərəcəsi müsbət 1-dir. Florla qarşılıqlı təsirdə olmur, səhvdir. Florla adi şəraitdə reaksiyaya girir və hidrogen florid əmələ gətirəcək. Cavabımız da cəbəndə elədir. Ozonator cihazına 90 litr oksigen qazından keçirilmiş və prosesin sıxımı 75% olarsa alınan ozon qazının həzmini hesablayaq. Baxırıq buradan 3 mol oksigen reaksiyaya girəndə 2 mol ozon əmələ gələcək. Yəni buradan görürəm 3 mol oksigendən 2 mol ozon əmələ gəlirsə 90 litr oksigendən nə qədər əmələ gəlir? 60 litr. Yəni 100% sıxımla 60 litr ozon əmələ gəlməlidir. Amma bizə sıxımı 75% verir. Bu zaman nə edirik? 60-ın 4-də 3-ünü tapırıq və bu zaman aldığımız cavab neçə eləyir? 45. Deməli, 75% sıxımla 45 litr ozon qazı əmələ gələcək. Keçək növbəti sualımıza. Deməli, uyğunluğu müəyyən edək. Hidrogenlə reaksiyaya daxil olmur. Hidrogenlə reaksiyaya daxil olmayan silisiumdur və alüminiumdur. Oksigenlə reaksiyaya daxil olmur. D bəndi. Oksigenlə reaksiyaya daxil olmur və B bəndi, yəni brom. Sonra həm hidrogen, həm də oksigenlə reaksiyaya daxil olursa cavab da Y bəndi gedəcək. 1 AC, 2 DB, 3 də Y bəndi. Keçək situasiyalara. Deməli, yeni səngərlər qazarkən əsgərlərdən biri ehtiyatsız davranaraq əlini yaralayır. Yaranın üzərini təmizləmək və iltihabın qarşısını almaq üçün tibb bacısı X birləşməsinin məhlulundan istifadə edir. Atomlar oksigen ayrıldığından yara nahiyəsinə güclü yanğı hissi yaradan bu birləşmə laboratoriyada oksigenin alınması üçün də istifadə edilir. X birləşməsinin kimyəvi formulunu və adını yazın. Deməli, X birləşməmiz bilirik ki, artıq məişətdə adı olan perkis, yəni hidrogen peroksiddir. Kimyəvi formulu H2O2-dir və adı da hidrogen peroksiddir. Keçirik 14-cü sualımıza. X birləşməsindən oksigenin alınma reaksiyası H2O2 katalizator, yəni manqan 4 oksidin katalizatorun iştirakı ilə hidrogen, su və oksigenə çevrilir. Əmsallar da yazırıq. Tibb bacısının istifadə etdiyi məhlulda 0,4 mol X birləşməsinin parçalanmasından alınan oksigen kütləsi. Bilirik ki, 2 mol hidrogen peroksiddən 1 mol oksigen alınır və 0,4 moldan nə qədər alınacaq? 0,2 mol alınacaq. 1 molda 32 qramdırsa 0,2 molda nə qədər eləyir? 0,64 qram eləyəcək. Bu qədər. Bu və bunun kimi belə sınaq izahlarının izahı üçün kanalımıza abunə olmağı unutmayın.